Aha. Birə yazırıq C-ni. Çünki ağam Qazan məsləhətdir deyən Dəli Dondazdır. Sonra Qazan bəydə bir heyfimiz qaldı. Bunu kim deyirdi? Bunu kafir. Ay sağ ol. Şökül Məlikdə cavabına deyir ki, ədə azna vur. Nə heyfimiz qalacaq? Arvadın gətirdik, uşağın gətirdik, anasını gətirdik, dəvəsini gətirdik. Nə bilim elin obasını hər şeyini gətirdik. Nə heyf qalacaq? Kafir nə deyir cavabında? Deyir ki, Dərbənddə qoyunu var 10.000. Ay sağ ol, doğru. Yaxşı ki əlavə bir sual verim. Dərbəndəki 10.000 qoyuna kim baxırdı? Çoban. Ay sağ ol. Qardaşları. Qaraca çoban baxırdı qardaşları ilə bir yerdə. Yaxşı. Kafirlər, Şöklü Məliyin adamları ilə yəni bir yerdə bu kafirlər. 10.000 qoyunun üzərinə nə qədər adam bir yerdə gedirlər? 10.000 qoyunun üzərinə. 5.000. 1000 yoxdur. Rəqəmdir sadəcə. 3 rəqəmli bir rəqəmdir. 600. Ay sağ ol. 600. 1000 yoxdur. Sadəcə 600 nəfər. Aha. Deməli 1-ə C yazdıq, 2-yə D yazdıq. İndi uyğunluğa baxırıq da 3 nömrəli sualda. Sonra deyir ki 3 günlük yolu bir günə gedərəm. Bunu kim deyirdi? 3 günlük yolu bir günə gedərəm. Qazan. Bəli. Əslində bu bir mübaliğədir. 3 günlük yolu bir günə getmək mümkün deyil. Deyirsiniz, qardaşı yuxusun gəlir, qardaşı qara günəyə danışır, qardaşı da müəyyən yoza bildiyin yozur. Sonra deyir ki, qalanını Allah yozsun. O da deyir ki, sən ovu pozma, ova dəymə. Mən 3 günlük yolu bir günə gedəcəm. Axşama yaxşıdırsa hər şey qayıdacam. Yox, yaxşı deyilsə artıq siz öz işinizlə məşğul olun. Yəni deməli bir problem var. Aha. Sadəcə bunu əlavələr belə demək məqsədim odur ki, yəni xatırlayasan, test işini belə işlə. Hər şey bir-biri ilə təkrar eləmiş ol. Test yazmağımız nəsə məqsədimiz budur aydan. Ki hər şey bir-birinə yadımıza salaq ki, kim dedi, niyə dedi, hara getdi, nə üçün getdi, nədən ötürü getdi. Bunlar hamısını daim xatırlamaq lazımdır. Deməli 1-ə C, sonra 2-yə D, 3-ə A. Belə variantlardan hansı uyğun gəlir hələ ki? Mənəm Ceyhun Huncar müəllimə. Deyir ki, ədəcə getmə qazanlıq uruzu artıb çəncədən asın. Bu uruzun tustaq olduğu boydu da. Burada bunu şöşlüməli deyir. 4-də də aiddir. Mən də böyük yazmışam, səhv çıxıb. Test səhvlik var qızım, düz yazmışsan. Onu Şöklü Məlik deyir. Düz deyirsən. Sonra ey dinsiz kafir, huşsuz kafir, ağılsız başsız kafir. Buna deyən çoban idi. O da necə deyir? Haçan deyir. Deyir ki, Qazan xan anasını istəyir birinci kafirdən. Deyir, anamı ver ayaq altına. Onda deyir ki, Qazan xan heç demir. Sonra çoban deyir ki, qocadır da artıq uşaq verə bilməz ona. Yox, bax, şey gəldi, düz deyirsən. Birinci Qazan anasını istəyir. Deyir, anamı ver. O da deyir ki, vermirəm. Sənin anan deyir, niyə vermirəm? Nə deyir? Niyə deyir vermirəm? Deyir ki, sən ananı vermir, çünki sənin anan kafirlərdən uşaq Bəli, düz deyirsən. Çəkinmə, bəli, düz deyirsən. Deyir ki, sənin ananı kafirdən evləndirəcəyik. Qoy ondan oğul dünyaya gətirsin. O da deyir ki, ədə, huşsuz dinsiz kafir. Bu qoca dağlar deyir quruyub otu bitməz. Bulaqlar deyir quruyub suyu gəlməz. Bu qoca qadını necə doğacaq? Sən nə danışırsan? Onu çoban deyir artıq. Bəzən uşaqlar elə bilirlər ki, onu oğlanları deyib, yəni Qara Güney ilə Qazan xan deyir. Oğlanlar demir onu, Qaraca çoban deyir. Burada da cavab bəli, Şöklü Məlik yazılmalıydı. 4-də E yazmalıydı. Sadəcə orada testə şey düşüb, çap səhvi var qızım. Belə, 3-cü sualımız da belə olmalıdır. Bayaq dediyimiz kimi 1-ə C, 2-yə D, 3-ə A, 4E, 5 isə B variantı. O da doğru cavab yoxdur. Sadəcə səhvlik düşüb əslində orada çapda. Belə, əla, çox yaxşı.